Sən iş axtarırsan, yoxsa dəyər yaradırsan? Bu sual yalnız əmək bazarına deyil, insanın dünyadakı mövqeyini ifadə edir. Çünki həyat mübadilə qanununa əsaslanan sistemdir. Biz tək başına yaşayan varlıq deyilik. Biz başqalarının yetişdirdiyi qidanı yeyir, başqalarının tikdiyi evdə yaşayır, başqalarının yaratdığı texnologiyanı istifadə edir, başqalarının yazdığı kitabları oxuyuruq. Yəni, yaradılan dəyərlərin alış-verişi həyatı irəli daşıyır. Bəs insan almaq üçün yaşayır, yoxsa vermək üçün? İş axtaranların diqqəti əsasən öz ehtiyaclarına yönəlir və bu normaldır. Çünki həyatın davamı üçün pula ehtiyac var. Amma insan yalnız almağa fokuslananda zəifləyir. Çünki onun rifahı başqalarının qərarlarından asılı olur. O gözləyir ki, kimsə onu işə götürsün və şərait yaratsın. Nəticədə öz həyatının müəllifindən çox tamaşaçısına çevrilir. Dəyər yaradanlar isə başqa cür düşünürlər. Onlar işə götürənlər tərəfindən necə seçiləcəklərindən çox, necə daha faydalı olacaqlarını hesablayırlar. Bu çox böyük fərqdir. Çünki birinci insan özünü bazara, ikinci isə özünü dünyaya təqdim edir. Bu yanaşma ilə o ehtiyac sahibi yox, töhfə sahibi olur. Bəs dəyər yaratmaq niyə vacibdir? Ona görə ki, biz yalnız yaşamaq istəmirik. Biz həm də önəmli insan olmaq istəyirik. Əgər sadəcə yaşamaq kifayət etsəydi, yeməyimiz və qalacaq bir yerimiz olsaydı, çox xoşbəxt olardıq. Amma olmuruq. Səbəbi isə özümüzü faydalı insan kimi hiss etməyə duyduğumuz ehtiyacdır. Ona görə də bir çox insan məmnuniyyəti əsasən aldıqları zaman deyil, verdikləri zaman yaşayırlar. Valideyn övladına kömək edəndə, həkim xəstəsinin sağaldığını görəndə özünü faydalı hiss edir. Eyni hissi mən tələbələrimin həyatının dəyişdiyini görəndə hiss edirəm. Müasir insan mənasızlıq hissini çox yaşayır. Amma məna defisit olan və axtarılan, tapılan bir şey deyil. Yaradılan şeydir və insanın özündən böyük məqsədə xidmət etdiyi yerdə yaranır. Bu səbəbdən çox qazanan, amma daxili boşluq yaşayan çox insan var. Anlaşılan odur ki, bir çoxları kölgəni tutmağa çalışırlar. Halbuki kölgə həmişə işığın arxasınca gəlir. Sevindirici xəbər isə odur ki, bu məsələnin asan və sürətli həlli NAT texnikaları ilə mümkündür. Fikirləriniz çox dəyərlidir.